İndi isə güclü leysan və selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində görüləcək işlər barədə danışaq. Dövlət başçısının dünən imzaladığı sərəncam zərər çəkmişlərə dəstək, dağılan infrastrukturun bərpası və gələcək risklərin minimuma endirilməsini hədəfləyir. Prezident İlham Əliyevin imzaladığı sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı bu ilin mart-aprel aylarında müşahidə olunan intensiv leysan yağışlarının yaratdığı ciddi fəsadların aradan qaldırılması məqsədi daşıyır. Verilən qərar zərər çəkmiş vətəndaşlara konkret maddi dəstək və onların problemlərinin tez və effektiv həllinə hədəflənib. 86 milyona yaxın vəsait dövlət büdcəsindən ayrılmışdır. Təbii ki, bu ayrılmış vəsait bu daşqınlar və sel zamanı həm paytaxtda, həm regionlarda yaranmış fəsadların aradan qaldırılmasına xidmət edəcəkdir. Vətəndaşların dağılmış evlərin də bərpa olunmasına yönəldiləcəkdir. Tədbirlərin əsas istiqamətlərindən biri zədələnmiş infrastrukturun, yolların, elektrik və su xəttlərinin təmirini nəzərdə tutur. Mütəxəssislərin fikrincə bu qərar yalnız mövcud problemlərin aradan qaldırılması ilə məhdudlaşmır. Sərəncamda gələcəkdə analoji halların qarşısının alınmasına yönəlmiş tədbirlər də əsas yer tutur. Belə ki, istinad divarlarının tikilməsi, drenaj sistemlərinin müasirləşdirilməsi və su ötürücü xəttlərinin gücləndirilməsi kimi layihələr iqlim dəyişikliklərinin yaratdığı risklərə qarşı ölkənin dayanıqlılığını artırmağa xidmət edir. Regionlarda və Bakı şəhərində yağış sularından, sel sularından qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evləri ilə bağlı baxışlar keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. İlkin olaraq regionlarda və Bakı şəhərində 52 fərdi yaşayış evi qəzalı vəziyyətindədir və bundan əlavə olaraq 7 istinad divarında bir çox fəsadlar yaranmışdır. Layihə simmetal sənədləri hazır olduqdan sonra tikinti bərpa işlərinə başlanılacaqdır. Bəndlərin tikilməsi və bərpası, terrasların yaradılması, kanalların, çayların keçidlərinin yuyulması, beton üzdüşlərin bərpası, kanalizasiya və yağış sularının axıdılması sistemlərində yaranmış qəzalı vəziyyətin aradan qaldırılması işləri həyata keçiriləcək. Kanalizasiya kollektorları üzrə tədbirlər çərçivəsində isə kollektorlarda baş vermiş çökmənin aradan qaldırılması, xəttlərin bərpası, baxış quyularının, təmir bərpa işlərinin aparılması nəzərdə tutulur. Məsələyə geniş çərçivədə baxsaq, analoji hadisələr bir çox ölkələrdə baş verir. Lakin təcrübə göstərir ki, təbii fəlakətlərdən sonra dövlət dəstəyi mexanizmləri uzun müddət tələb edir və ya kifayət qədər effektiv olmur. Azərbaycanda isə operativ qərarların qəbul edilməsi və vəsaitin qısa müddətdə ayrılması idarəetmə çevikliyinin göstəricisi kimi dəyərləndirilir. Həmçinin bu yanaşma dövlətin sosial yönümlü siyasətinin və heç bir vətəndaş tək deyil prinsipinin praktiki təsdiqidir.